Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammedin və ali Muhammed və acil vəliykəl fərəc. Esselamu aleykum və rəhmətullah. Bir neçə gün əvvəl bizə son günlərdə sosial şəbəkələrdə yayılan belə bir video çıxış göndərdilər. Daha doğrusu video çıxışdan bir hissə və bu barədə bir münasibət bildirməmizi istədilər. Biz həmin bu videoya baxdıq və orada çıxış edən şəxsin YouTube'da olan başqa çıxışlarını da izlədik və gördük ki, o öz çıxışlarında tam aşkar bildirməsə də insanlara, müctəhidlərə təqlid eləməyin batilliyini aşılamaqla məşğuldur. Sanki müctəhidlər dini səhv anlayıblar, öz şəxsi həvai nəfsləri əsasında fətvalar verirlər və imamların buyurduqlarına qarşı çıxırlar. Hətta bəzi söhbətlərindən belə başa düşülür ki, müctəhidlər Allahın halalını haram, haramını isə halal eləyir. Onlara təqlid eləyən şər'i məsələlərini onlara müraciət eləyərək, onlardan öyrənən, bizi kimi adi şəxslər isə bilmədən onlara ibadət etmiş sayılırlar. Əlbəttə, biz bu şəxsin bu cür bir təbliğlə məşğul olduğunu çoxdan bilirdik, lakin bu şəkildə yox, yalnız öz ətrafında müəyyən bir qrupa açıq şəkildə ictihad və təqlidin batilliyini təbliğ etdiyindən xəbərdardıq. Sadəcə artıq bu təbliğ aşkar hal aldığından, yəni sosial şəbəkədə yayıldığından, biz də vəzifəmizə uyğun olaraq aşkar rəddiyə vermək qərarına gəldik. Çünki hədislərimizin də hökmünə əsasən bidət zahir olduqda, elmi olanın öz elmini o bidətə qarşı izhar etməsi vacibdir. Bu şəxsin bu barədə olan çıxışlarını dinlədikdə məlum olur ki, o özü bu mövzularda yetərli səviyyədə bir bilgiyə sahib deyil və buna görə də insanları bu cür çaşqınlığa salan söhbətlər edir. Bu cür söhbətlər isə ya hansısa qərəzli məqsədlərdən qaynaqlanır, ya da bilgisizlikdən. Bilgisizlikdən qaynaqlanma da iki cür baş verir. Ya şəxsin öz bilgisizliyindən xəbəri olmur, elə bilir ki, bilir, ya da bu mövzularda bilgisinin az olmasının fərqindədir, sadəcə bilmədiyini danışmaqdan çəkinmir. Halbuki Əhl-i Beyt əleyhissalamdan nəql olunmuş kəlamlara əsasən insanlara bilmədiyini danışmaq, bilmədiyi məsələlərdə hökm vermək haramdır. Amma yenə də biz Əhl-i Beyt əleyhissalamın hüsnü zənn barədə göstərişindən kənara çıxmamaq üçün deyirik ki, inşallah ki, bu şəxs sadəcə olaraq öz bilgisizliyindən bixəbər bir şəxsdir. Lakin hər bir halda belə bir şeyin din xadimi kimi tanınan biri tərəfindən baş verməsi insanda böyük bir təəssüf hissi doğurur. Və təbii ki, bizim bu rəddiyəmiz heç bir halda hər hansı bir şəxsi qərəzi özündə ehtiva eləmir. Bayaq da qeyd etdiyimiz kimi, biz bidət qarşısında şər'i vəzifəmizi yerinə yetiririk. Eləcə də məqsədimiz bu şəxsin sözlərinə inanan möminləri ayıltmaq və onlara həqiqəti göstərməkdir. Çünki biz bilirik ki, bir çox Əhl-i Beyt əleyhissalam aşiq olan gənc mömin qardaşlarımız bu mövzularda bilgilərinin azlığından, bir çox mətləblərdən xəbərsiz olmalarından dolayı bu cür şəxslərin pafoslu çıxışlarının təsirinə düşərək zəlalətə düçar olurlar, təəssüf ki. Çünki qəlbləri Əhl-i Beyt əleyhissalamın sevgisi ilə dolu olan həmin gənclər bu cür pafoslu çıxışları dinləyərkən elə bilirlər ki, Əhl-i Beytin yolu elə budur, buna görə də tez bir zamanda bu cür söhbətlərin təsirinə düşüb aldanırlar. Əlqərəz, gəlin müqəddiməni çox uzatmayaq, ilk öncə həmin bu videonu izləyək. Necə olur bir məsələyə 7 cür nəzər var. Biri halal deyir, biri haram deyir, biri olar deyir, biri olmaz deyir. Bu nə vaxt bitəcək? Allah belə müxtəlifliyə aparan din mi göndərib insanlara? Budurmu bizi saadətə çatdıran din? Qəbir əzabından səni sığortalayan din budurmu? Yoxsa mən dediyim nur Əhl-i Beyt salamullahi aleyhim əcməin. Hamısı eyni sözü deyib, bir ixtilaf yoxdur. Bəli, bu qısa video çarxı izlədik. Bu çıxışın tam versiyası da var YouTube'da və onu da izləmişik. Və həmçinin bayaq da qeyd etdiyimiz kimi bu mövzuda bir neçə digər çıxışlarını da izləmişik bu şəxsin. Xülasə, burada nə demək istəyir bu şəxs? Deməli, biz bilirik ki, fəqihlərimiz arasında istər qədim, istər müasir, istər əxbari, istər üsuli həmişə fətva fərqlilikləri olmuşdur. Özü də bu tək bizim məzhəbə yox, digər məzhəblərə də xas olan bir xüsusiyyətdir və hətta bizdə daha azdır deyə bilərik. Bu şəxs deyir ki, bu din deyil, yəni fəqihlər arasında fətva fərqliliyi bu din deyil, bizi səadətə çatdıran din, yol bu deyil. Əhl-i Beyt əleyhissalamın kəlamı hamısı eyni sözü deyir və heç bir ixtilaf da yoxdur. Bu cür danışmaqla fəqihlərimizin əsl İslamdan uzaq olduğunu iddia etmiş olur. Çünki sözündən də bu çıxır ki, müctəhidlərimizin, fəqihlərimizin etdikləri din deyil. Onlar səadətə aparan yolda deyillər. Onlar Əhl-i Beyt əleyhissalamın kəlamından uzaq olan kəslərdir. Çünki Əhl-i Beytin kəlamında ixtilaf yoxdur, heç bir təzad yoxdur. Amma fəqihlər fərqli fətva vermək və bu məlum olur ki, onların yolu Əhl-i Beyt əleyhissalamın yolu deyil. Əgər Əhl-i Beyt əleyhissalamın yolunu getsəydilər, onlara tabi olsaydılar, fərqli sözlər də deməzdilər. Bəli, bu şəxsin dedikləri bunları gərəkdirir. Fəqihləri belə təqdim edir ki, onlar fətva verərkən öz şəxsi həvai nəfsləri ilə hökm edirlər. Əgər belə olmasaydı, yəni Əhl-i Beyt əleyhissalamın kəlamı ilə fətva versəydilər,
fərqlilik də olmazdı. Yəni bu şəxs müctehidlər arasındakı fətva fərqliliyindən belə nəticəyə gəlib ki, müctehidlər Əhl-i-Beyt əleyhissalamın kəlamına əməl eləmirlər. Və bu qısa videoda da iddiasını həmin bu meyar üzərində qurur. Yəni müctehidlər arasında ixtilaf, fətva fərqliliyi buna görədir ki, Əhl-i-Beyt əleyhissalamın kəlamı ilə fətva vermirlər. Doğrusu bu həm gülməli, həm də ağlamalı bir haldır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin minbərində oturub, özü də bir söhbətində məndən bu minbərin hesabı soruşulacaq deyən bu şəxs, fəqihlər arasında fətva fərqliliyi nədən qaynaqlanır, onu bilmir. Bu isə o deməkdir ki, bu adam ümumiyyətlə ictihad prosesinin necə getdiyindən, yəni şəri hökmlərin necə əldə edilməsindən xəbərsizdir. Belə bir halda anlamadığım bir şeyin batilliyini iddia eləmək sizcə də gülməli deyilmi? Və bunu bir din xadimi kimi tanınan birinin Peyğəmbər sallallahu aleyhi və səlləmin minbərində oturaraq etməsi sizcə də ağlamalı deyilmi? Əlqərəz, bugünkü söhbətimizdə araşdıracağımız və danışacağımız mövzu qısa olaraq budur. Bir məsələ barədə müxtəlif fətvaların olması eyibdirsə, bəs Əhl-i-Beyt əleyhissalamın kəlamı necə? Onların kəlamında ixtilaf olmayıbmı? Eyni məsələ barədə Əhl-i-Beytdən bir-birinə zidd olan hədislər sadir olmayıbmı? Və Əhl-i-Beyt əleyhissalamdan sadir olmuş bir-biri ilə təzad təşkil edən kəlamlara istinad eləyərək fərqli fətvalar verən fəqihləri sırf bu fərqliliyə görə batillikdə ittiham eləmək nə dərəcədə məntiqə uyğundur? Və bu iradın özü əslində Əhl-i-Beyt əleyhissalamdan nəql edilmiş hədislərə də şamil olmurmu? Və nəticədə məsumların özlərinə şamil olmurmu? Araşdıracağımız, söhbət edəcəyimiz mövzunun qısa olaraq icmalı budur. Bəli, əziz müsəlmanlar və dəyərli izləyicilər, bilin və agah olun ki, fəqihlərin fətvalarında olan müxtəlifliyin əsas səbəblərindən biri elə Əhl-i-Beytdən nəql olunmuş nə qədər hədislərin müxtəlif və təzadlı olmasıdır. Amma bu şəxsin sözünə qulaq asan belə başa düşür ki, hədislər arasında heç bir ixtilaf və təzad yoxdur və bu yandan da müctehidlər fərqli fətvalar verirlərsə, deməli doğrudan da onlar Əhl-i-Beytin kəlamına tabe olmurlar. Halbuki burada müğalitə edilir. Yəni, dinləyiciyə həqiqətə uyğun olmayan bir əsas təqdim edilir və həmin yanlış əsas üzərində dinləyicinin səhv nəticəyə gəlməsinə şərait yaradılır. Həmin yanlış əsas da budur, hədislərdə heç bir ixtilafın olmaması. Biz yenə də hüsnü zənn eləyərək bu şəxsin bu iddianı bilərəkdən dediyini yox, sadəcə onun özünün belə təqdim etdiyi bu fikrin, bu iddianın yanlışlığından xəbərsiz olduğunu deyirik. Xülasə dedik ki, yanlış təqdim olunan əsas nədir? Budur ki, hədislərdə heç bir ixtilaf, təzad yoxdur. Halbuki bu belə deyil. Xeyli sayda təzadlı hədislər mövcuddur. Əhl-i-Beyt əleyhissalamdan nəql olunan və fətvalarda olan fərqliliklərin əsas səbəblərindən biri də məhz budur. Baxın, bizim 4 əsas qaynaq hədis kitabımız var. Əl-Kafi, Mən la yahzuruhul fəqih, Təhzibul Əhkam, Əl-İstibsar. İlk öncə diqqətinizi bu 4 əsas kitabdan birinin adına yönəltmək istəyirəm. Gəlirik bu kitaba. Əl-İstibsar fi məxtulifə minəl-əxbar. Müəllif kimdir? Mühəddis, fəqih, Şeyxut Taifə, Şeyx Tusi, rəhmətullah təala aleyh. Kitabın adına diqqət eləyək. Yəni bu 4 əsas kutub-ı ərbəə, 4 əsas kitabımızdan biridir. Əl-İstibsar fi məxtulifə minəl-əxbar. İxtilaflı, təzadlı hədislər barədə Əl-İstibsar, aydınlaşdırma. Kutub-ı ərbəədən, yəni 4 əsas hədis qaynaqlarımızdan biri olan bu dəyərli əsərin bir tək bu adı kifayətdir ki, biləsən ki, Əhl-i-Beyt əleyhissalamdan nəql olunan nə qədər hədislərdə bir-biri ilə müəyyən ixtilaflar və təzadlar var. Və bu kitab həmin ixtilaflı hədislərin, yəni mənaca bir-biri ilə zidd olan hədislərin həlli barədədir. Şeyx Tusi, rəhmətullah aleyh, bu mövzuda Əhl-i-Beyt əleyhissalamdan varid olmuş qaydalar əsasında həmin təzadlı hədislərin həlli, izahı barədə danışır. Həmin təzadlı hədisləri həll eləyir və izah eləyir. Və burada fətvalar arasındakı fərqlilik də təzadlı hədislərin həll metodu barədə varid olmuş hədislərin müəyyən mənada müxtəlif tipli olmasından və bu metodların tətbiqindən yaranır. Çünki məsələn, bəzi fəqihlər Əhl-i-Beytdən təzadlı hədislərin həll metodu barədə varid olmuş müxtəlif tipli hədislərdən həmin o ixtilaflı hədislərin, təzadlı hədislərin həll edilmə ardıcıllığını belə başa düşür. Məsələn, ilk öncə hədisin məşhur ya şaz, yəni nadir olmasına baxılır. Ondan sonra Qur'anın ümumuna uyğun yoxsa zidd olmasına baxılır. Ondan sonra əhl-i xilafın fətvasına müvafiq olub olmamasına baxılır. Və bu ardıcıllığın özündə belə təzadın həll edilməsinin tətbiqi zamanı, həmin təzadlı hədislər arasındakı ixtilafın həll edilməsinin tətbiqi zamanı müəyyən fərqliliklər yaranır. Məsələn, şərti olaraq bir-birinə zidd olan 2 hədis təsəvvür edək. İlk öncə şərti bir misal vururam, daha sonra konkret olaraq bir misal vuracam. Deməli, 2 hədis təsəvvür edək ki, bir-birinə ziddir. Bir fəqih gəlib deyir ki, buradan
bu iki hədisdən biri məşhurdur, ona görə bunu qəbul edirik. Digəri isə şazdır, nadirdir, nadir hədisdir. Bəs məşhurun müqabilində nadir olduğuna görə bunu tərk edirik. Əhl-i Beyt əleyhissalamdan nəql olunmuş hədislərdəki qaydalara əsasən. Yəni fəqihlərin tətbiq elədiyi bu qaydalar, bu təzadlı hədislərin həll etmə metodu Əhl-i Beyt əleyhissalamın özündən nəql olunan kəlamlardadır. Digər fəqih isə gəlib deyir ki, yox, bu hədislərin biri məşhur, biri şaz, nadir deyil. Hər ikisi də məşhurdur. Hər ikisi məşhurdursa, hansına üstünlük verəcək? Qur'anın ümumuna hansı uyğundursa ona. Qur'anın ümumuna müxalif olanı isə tərk edir. Digər fəqih gəlib deyir ki, xeyr, heç biri Qur'anın ümumuna zidd deyil. Yəni hər ikisi də Qur'anın ümumuna müvafiq hədislərdir. Sadəcə biri təqiyyəyə görə deyilib, digəri isə yox. Buna görə də təqiyyəyə görə deyiləni tərk edir, o birini qəbul edir. Başqa bir fəqih isə gəlib deyə bilər ki, xeyr, bunların heç biri təqiyyəyə görə deyilməyib. Yəni əhl-i xilafın heç bir hədisin məzmunu əhl-i xilafın verdiyi fətvaya müvafiq deyil. Bəs deməli təqiyyəyə görə deyilməyib. Deməli bu sonuncu fəqihə görə nəticə nədir? Hər ikisi də məşhurdur bu hədislərin, Qur'anın ümumuna da uyğundular, əhl-i xilafın fətvasına da heç biri uyğun deyil. Nə etsin bəs? Yəni bu iki təzadlı hədislərdən hansını seçəcək? Məsələn, Şeyx Kuleyni kimi, rəhmətullah təala əleyh, elmini imama həvalə eləyir həmin hədislərin və istədiyi birini seçir. Başqa bir fəqih gəlib deyir ki, yox, burada əslə, yəni ümumi qaydalara müraciət edəcəyik. Əslə müvafiq olanı götürəcəyik, digərini isə tərk edəcəyik. Necə ki, Şeyx Tusi rəhmətullah əleyhin Təhzibül Əhkamda da dediyi budur. Yəni bu qaydalar, yəni təzadlı hədislərin bu dediyimiz həll yolları Əhl-i Beyt əleyhissalamdan varid olmuş qaydalardır. Lakin onların tətbiqində istər-istəməz fərqliliklər yaranır. İndi isə konkret olaraq bir misal vurum. Məsələn, Əhl-i Beyt əleyhissalamdan nəql olunmuş bəzi hədislərə əsasən, mübarək Ramazan ayı həmişə 30 gün olmalıdır. Həmişə 30 gün olur. Mübarək Ramazan ayı 29 gün ola bilməz. Bəzi hədislərin məzmunu bunu deyir. Əhl-i Beyt əleyhissalamdan nəql olunmuş. Bəzi hədislərimiz isə Əhl-i Beyt əleyhissalamdan nəql olunmuş, bəzi hədislərimiz isə mübarək Ramazan ayının digər qəməri aylar kimi 29 gün də ola biləcəyini bildirir. Deməli, nəticədə mənaca bir-birinə zidd olan iki qrup hədislər var qarşımızda. Burada fəqihlərimizdən biri Şeyx Səduq rəhmətullah təala əleyh mübarək Ramazan ayı yalnız 30 gün olar deyən hədisləri əsas götürüb və bu nəzərə qail olmuşdur ki, mübarək Ramazan ayı həmişə 30 gündür, 29 gün ola bilməz. Nəyə əsasən bu nəzərə qail olur? Nəyə əsasən belə bir fətva verir Şeyx Səduq rəhmətullah təala əleyh? Deməli, nəzəri bu olmuşdur ki, bu iki tayfa, iki qrup hədislərdən Ramazan ayı 29 gün də ola bilər deyən hədislər əhl-i xilafın fətvalarına uyğun olan hədislərdir. Ona görə bu hədislər təqiyyə üzündən deyilmişdir və bu səbəbdən də onu tərk edirik, qəbul edirik hansı hədisləri, o hədisləri ki, onlar deyirlər, mübarək Ramazan ayı həmişə 30 gündür. Buna görə də Şeyx Səduq rəhmətullah təala əleyhin nəzəri bu olmuşdur. Amma digər fəqihlərimiz, başda Şeyx Tusi rəhmətullah təala əleyh olmaqla, gəlib demişlər ki, xeyr, birincisi, burada təqiyyəyə həml etmə, təqiyyəyə aid eləmə, yəni iki təzadlı hədisləri həll edərkən təqiyyə qaydasını tətbiq eləməyə sıra Ömər ibn Hənzələnin ki, həmin hədisdə nəql olunur, əhl-i xilafın fətvasına müvafiq olanı tərk eləmək qaydası, həmin hədisə əsasən də ondan əvvəl imam bir neçə qayda buyurur. Yəni o qaydaya sıra gəlməmiş, ondan əvvəl hələ bir neçə qayda var. Biz birinci onlara baxmalıyıq. Ona görə də Şeyx Tusi rəhmətullah təala əleyh deyir ki, ilk öncə baxmalıyıq ki, bu hədislərdən hansı məşhurdur. Baxanda görürük ki, mübarək Ramazan ayı digər aylar kimi 29 gün də ola bilər deyən hədislər məşhura uyğundur və mötəbər əsillərimizdə nəql olunub və bizə gəlib çatıb. Amma əksini deyən hədislər, hansılar ki, deyirlər mübarək Ramazan ayı yalnız 30 gün ola bilər, həmin hədislər məşhur deyil, şazdır və mötəbər əsillərimizdə nəql olunmayıb. Buna görə də biz ilk öncə hələ təqiyyə qaydasına gəlib çatmamış bu qaydanı tətbiq eləməliyik. Bu qaydanı tətbiq edib deyirik ki, bəli, məşhur hədislər nə edir? Məşhur hədislər bunu deyir ki, mübarək Ramazan ayı da digər aylar kimi 29 gün ola bilər. Ona görə biz məşhuru götürürük. Bunun müqabilində olan isə şazdır, nadir hədisdir və onu tərk edirik. Əgər hədislərin ikisi də məşhur olsaydı, Qur'anın ümumuna uyğun gəlib gəlməməsinə baxdıqdan sonra müraciət edəcəkdik təqiyyə qaydasına. Bu iki dəyərli fəqihimiz, Allah təbarək və təala hər ikisinə rəhmət eləsin, Şeyx Səduq və Şeyx Tusi arasında nəzər fərqliliyi, fətva fərqliliyi hardan yarandı? Birinci, bu mövzuda iki qrup bir-birinə zidd mənalı olan hədislərin olmasından
və Əhl-i Beyt əleyhissalamdan bu təzadlı hədisləri həll eləmək üçün nəql olunmuş qaydaların tətbiqindən yarandı. Şeyx Səduq rəhmətullah təala əleyh başqa cür tətbiq elədi. Şeyx Tusi rəhmətullah təala əleyh onun tətbiqi ilə razı deyil və başqa cür tətbiq elədi. Və o tətbiqini də yenə də Əhl-i Beyt əleyhissalamın kəlamına istinad eləyərək elədi. Hansı ki, o tətbiqi Əhl-i Beyt əleyhissalam o qaydaları özləri buyurmuşlar və o qaydaların tətbiqini də şəxsin, alimin öz öhdəsinə buraxmışlar. Və nəticədə də bu tətbiqdən sonra nə yaranır? Fərqli fətvalar yaranır. Deməli, fətvalardakı ixtilafın, fərqliliyin başlıca səbəblərindən biri qaynaqlarımızda təzadlı hədislərin olmasıdır. Fərqlilik həmin hədislər arasındakı ziddiyyətləri həll eləyərkən meydana gəlir sadəcə olaraq. Buna görə də deyəndə ki, bu məsələdə filan fəqihin rəyi belədir, mənası bu deyil ki, o fəqih öz şəxsi rəyindən, həvai həvəsindən belə bir fətva verir. Ta gələsən şəxsi rəy əsasında fətva verməyi pisləyən hədisləri fəqihlərə aid eləyəsən və deyəsən, baxın, görürsünüz, bunlar şəxsi rəylə fətva verirlər. Bəzi hədislərimiz də şəxsi rəylə fətva verən kəsləri məzəmmət eləyir, lənətə layiq görür və s. Xeyr, əslində bu cür deyil. Mənası budur ki, biz deyəndə ki, filan fəqih, filan məsələdə rəyi budur, mənası budur ki, sadəcə o fəqih filan ziddiyyətli hədisləri Əhl-i Beyt əleyhissalamdan varid olmuş qaydalar əsasında bu cür həll etmişdir, bu cür tətbiq etmişdir və bu nəticəyə gəlib çatmışdır. Yəni, bir çox ixtilaflı, fərqli fətvaların əsas səbəblərindən biri budur. Və bu, ta qədimdən bu günümüzə qədər də bu cür olub, məsələ bu cür olub. Məsələn, baxaq Əl-Kafi kitabına. Deməli, kitab Əl-Kafi, müəllif Siqətül İslam, Əl-Quleyni, rəhmətullah təala aleyh, 329-cu hicrində dünyasını dəyişib, 1-ci cild, Darul Hədis nəşriyyatı. Gəlirik bu kitabın 17-ci səhifəsinə. Nə buyurur burada müəllif rəhmətullah təala aleyh? Fa'lam ya axi, ərşədəkəllah, ənəhu la yəsa'u əhədən təmyizu şeyin mimmə ixtələfətir rivaya fihi anil uləma aleyhimussalam bi rəyihi, illə alə mə ətləqəhul alim aleyhissalam bi qovlihi. Deməli, deyir ki, Şeyx Kuleyni rəhmətullah aleyh, ey qardaşım, bunu bil ki, Əhl-i Beyt əleyhimussalamdan bir-birinə zidd olaraq varid olmuş, nəql edilmiş hədislər ki var, onları bir-birindən ayırt etmə imkanı, öz rəyi ilə bir-birindən ayırt etmə imkanı heç kimdə yoxdur, heç kim bunu bacarmaz, yalnız bu yolla bacara bilər. Ki, burada istisna vurur. İllə alə mə ətləqəhul alim aleyhissalam bi qovlihi. Yalnız buna əsasən, nəyə əsasən? İmam əleyhissalamın özünün buyurduğu bu kəlamına əsasən həll eləyə bilər həmin bir-birinə zidd olan təzadlı rəvayətləri, hədisləri. Məsələn, biri nədir? İ'ruzuha alə kitabillah, fəmə vafəqə kitabillah azza və cəl fəxuduh, və mə xalifə kitabillah fərudduh. Həmin hədisləri Qur'ana ərz eləyin, Qur'anla tutuşturun. Əgər hansı onlardan Qur'ana müvafiqdirsə, onu qəbul edin. Hansı Qur'ana müxalifdirsə, onu tərk edin. Və qovlihi aleyhissalam, həmsinin imamın bu buyurduğu kəlamdakı qaydayla Də'u mə vəfəqəl qovm fə innər rüşdə fi xilafihim. Əhli xilafa müvafiq olanı tərk edin. Həqiqətən də rüşd, uğur onlara əks olan rəvayətdədir. Və qovlihi, habilə imamın bu sözündəki qaydayla Xudu bil mucma aleyh fə innəl mucma aleyh la raybə fih. Üzərində ittifaq olunmuş hədisi götürün. Üzərində ittifaq olunmuşda heç bir şək və şübhə yoxdur. Necə ki, Ömər ibn Hənzələnin hədisindən də başa düşülən budur ki, burada məqsəd məşhur olan hədislərdən gedir. Yəni, məşhur olanı götürün, şaz olanı tərk edin. İlk öncə buradan nə başa düşülür? Buradan məlum olur ki, Şeyx Kuleyni rəhmətullah təala aleyh mənbələrimizdə ixtilaflı, təzadlı hədislərin olduğunu deyir. Açıqca etiraf edir bunu. Ki, mənbələrimizdə nə qədər ixtilaflı rəvayətlər var. Bir-birinə zidd olan rəvayətlər var. Və ona görə də kitabının müqəddiməsində bu hədislərin həll yolundan danışmağa başlayır. Yəni, Şeyx Kuleyni rəhmətullah təala aleyh deyir ki, mənaca müxtəlif olan hədisləri bu yollarla həll eləmək lazımdır. Yəni, Əhl-i Beyt əleyhissalamdan varid olmuş bu qaydalarla. Deməli, ixtilaflı hədislər var və bunların da həll yolları var. Lakin bu həll yollarının tətbiqində nəzərlər fərqlənir ki, bu da təbii bir şeydir və bayaq da misalını vurduq. Bu necə baş verir, izah elədik. Məsələn, baxın, burada hətta Şeyx Kuleyni rəhmətullah təala aleyhin özünün öz rəyi nədir bu məsələ barədə? Deməli, gəlir burada deyir, وَنَحْنُ لَا نَعْرِفْ مِنْ جَمِعِ ذَلِكَ إِلَّا أَقَلَّهِ وَلَا نَجِدْ شَيْئًا أَحْوَطَ وَلَا أَوْسَعَ مِنْ رَدِّ عِلْمِ ذَلِكَ كُلِّهِ إِلَى الْعَالِمِ عَلَيْهِ السَّلَامِ وَقَبُولِ مَا وَسَّعَ مِنَ الْأَمْرِ فِيهِ بِقَوْلِهِ عَلَيْهِ السَّلَامِ بِأَيِّمَا أَخَذْتُمْ مِنْ بَابِ التَّسْلِيمِ وَسِعَكُمْ. Deyir ki, biz bunlardan yalnız az bir hissəsini bilirik və ehtiyata uyğun olan yol bunu görürük ki, o təzadlı hədislərin elmini həvalə edirik İmam əleyhissalama və elə onların özünün bizə buyurduğu, icazə verdiyi
Bu qayda ilə ki, onların həmin hədisi nəql eləyir, o hədislərdən hansını istəsəniz götürün. Yəni nəzəri budur ki, Şeyx Kuleyni rəhmətullahi aleyhin öz nəzəri burada bundan ibarətdir ki, əgər bu yuxarıda qeyd olunan qaydalarla bir-birinə təzad təşkil edən hədisləri həll eləmək mümkün olmasa, məsələn, hər ikisi də məşhurdur, hər ikisi də Qur'anın ümumuna müvafiqdir və heç biri əhli xilafın fətvasına müvafiq deyil, bu qaydaların heç birindən bu hədisləri həll eləmək mümkün olmadı. Olmayandan sonra Şeyx Kuleyni rəhmətullahi teala aleyh deyir ki, mənim nəzərim bu hədisə əsasən, sonda qeyd etdiyi hədisə əsasən, onlardan hər hansı birini seçməyimizdə azadıq. Bu Şeyx Kuleyni rəhmətullahi teala aleyhin nəzəridir, rəyidir. Amma Kuleyni rəhmətullahi teala aleyhin bu rəyi ilə razılaşmayan nə qədər digər fəqihlərimiz də var, hansı ki, onlar yuxarıdakı qaydalara, yəni bu qaydalara, əvvəldə deyilən qaydalara, o qaydalar vasitəsilə təzadlı hədisləri həll etmək mümkün olmadıqda, onların rəyinə əsasən, məsələn, bu cür fəqihlərdən biri Şeyx Tusi rəhmətullahi teala aleyhdir, Təhzibül Əhkamda dediyinə əsasən. Deməli, həmin fəqihlər bu yerdə əsl adlanan ümumi qaydalara müraciət edirlər və ona müvafiq olanı seçirlər. Nə zaman burada ixtilaf harda yarandı? Bütün bu qaydalarla həll eləmək mümkün olmadıqda. Digər bir tərəfdən, adicə burada bir tək buna fikir verək. Məsələn, bu digər qaydalara, bu yuxarıdakı qaydalara getmədən, elə bir tək Kuleyni rəhmətullahi teala aleyhin bu son hədisdəki, yəni bu hədisdəki hər hansı birini istəsəniz seçin, bu son hədisdəki qeyd etdiyi kəlama, əgər iki fəqih əməl eləyərsə, məsələn, iki təzadlı hədis var, yuxarıdakı qaydalarla həll edə bilmədilər və Şeyx Kuleynin rəyinə əsasən, onunla, yəni Şeyx Kuleyni ilə eyni rəydədirlər, deyək ki, və gəldilər o hədislərdən hər hansı birini seçməkdə azaddılar. Yəni, hər hansı birini seçib fətva verməkdə azaddılar, deyək ki, yəni bu rəyə sahibdirlər. Və gəlirlər, bir fəqih bir hədisi götürür, fətva verir və digər fəqih də onun müqabilində olan, həmin hədisə zidd olan o biri hədisi götürür, fətva verir. Nəticədə iki fəqih bir-birindən fərqli, bir-birinə zidd fətvalar vermiş olur. İndi burada fətva fərqliliyin səbəbi nə oldu? Bu iki fəqih arasında fətva fərqliliyi hardan yarandı? Təbii ki, bir-birinə müxtəlif mənalı, bir-biri ilə zidd olan iki hədis və onlardan hər hansı birini seçməyə icazə verən qayda. Bu hədis və qaydanın da kökü hara çıxır? Məsum kəlamına. İndi bu şəxsin etdiyi bu iradə, verdiyi bu sualı onun özünə verdik. Allah belə müxtəlifliyə aparan din mi göndərib insanlara? Budurmu bizi saadətə çatdıran din? Qəbir əzabından səni sığortalayan din budurmu? Bəli, belə bir halda bu şəxsin bu sualları birbaşa məsumların ünvanına gedir əslində. Çünki təzadlı hədislər onlardan nəql olunub. Onlar da bu təzadlı hədislərdə olan təzadların həlli üçün qaydalar qoyublar. Hətta bəzi hallarda istədiyini götürməyə də icazə veriblər. Bu qaydaların tətbiqində isə heç kim haqqa isabət etmədə xətaya yol verməkdən sığortalanmayıb. Nəticədə də fətva fərqlilikləri yaranır. İndi gələk deyək, bu nə dində axı məsumları bizə miras qoyublar? Hansı ki, fətva verərkən onlardan nəql olunmuş təzadlı hədislər səbəbilə istər-istəməz fikir ayrılığına düşürük. Bu nə dində axı belə? Biri bir hədisi götürür, deyir hökm budur. Biri gəlir başqa hədisi götürür, deyir hökm budur. Budur səadətə aparan yol. Əlbəttə biz demirik kimsə məsumlara bu sualı ünvanlamalıdır. Haşa, nəuzubillah. Bunu birdən kimsə etsə də, bu deməkdir ki, o həqiqi hökmlə zahiri hökm arasında fərqi anlamayıb və bəzi hədislərin nəyə görə ixtilaflı olmasından və bu hədislər arasında olan ziddiyyətə, təzada gətirib çıxaran səbəblərdən xəbərsizdir. Əgər kimsə bunu eləsə, deməli belə bir haldadır. Hansı ki, bu səbəblərin bəzisi haqqında bu söhbətimizdə danışacaq Allah təbarək və təalanın izni ilə. Yaxud gəlin baxaq digər mötəbər hədis qaynaq kitabımıza, Təhdibül Əhkam kitabı, Şeyx Taifə, Şeyx Tusi rəhmətullahi teala aleyhin Kutub-ı Ərbəə 4 mötəbər hədis qaynaq kitablarımızdan biridir. Gəlirik bu kitabın birinci səhifəsinə. Deməli, bu kitabın müqəddiməsidir, Müqəddimətül Müəllif, müəllifin müqəddiməsidir. Şeyx Tusi rəhmətullahi teala aleyhin öz kitabına yazdığı müqəddimədir. Kitaba başlayarkən dostlarından birinin ona belə dediyini nəql eləyir ki, dostlarımdan biri mənə bəzi hədislər barəsində danışdı. Bir növ şikayət edir dostu ona və həmin hədislərdə olan həmin hədislərdə olan müxtəliflik, bir-birinə əks məna, bir-birinə təzad olan mənalar barəsində ki, nə qədər hədislərimiz var, orada bir-birinə əks, təzad olan mənalar var. Hətta demək olar ki, nə qədər hədis varsa, hər birinin müqabilində nəsə ona zidd olan bir hədis var. Zahirən bu söz Şeyx Tusi rəhmətullahi teala aleyhin öz sözü deyil, dostunun belə dediyini deyir. Amma Şeyx Tusi rəhmətullahi teala aleyh də Əhl-i-Beyt əleyhissalamdan nəql olunmuş hədislərdə təzadlı hədislərin olduğunu da inkar eləmir. Sadəcə olaraq bunu nəql eləməsindən bu məlum olur ki, Şeyx Tusi rəhmətullahi teala aleyh də bu problemi görür ki, doğrudan da belə bir problemimiz var ki, mənbələrimizdə nə qədər bir-birinə təzad, zidd olan hədislər mövcuddur
Və həmin şəxsin də şikayəti əsas nədən ibarət olub? Şikayəti əsas bundan ibarət olub ki, bu cəhəti müxaliflərimiz bizə böyük bir tənə olaraq gətirirlər. Yəni bunu əldə əsas tutaraq bizə tənə vururlar. Bizim məzhəbimizi batil olduğunu iddia edirlər. Bizim etiqadımızın, məzhəbimizin batil olduğunu iddia edirlər. Və həmişə bunu deyirlər ki, sizin şeyxləriniz, alimləriniz həmişə bizə bunu deyirlər ki, sizdə, yəni həmin müxalif tərəf bu şübhəni gətirir ki, sizin alimləriniz, yəni şiələr həmişə bunu deyirsiniz ki, sizdə belə-belə ixtilaflar var və ixtilaflar varsa, sizin dininiz necə haqq din ola bilər? Bu iradı gətirirlər. Və biz gördük ki, sizdə olan ixtilaflar daha çoxdur. Bir-birinə zidd olan hədisləriniz, bir-biri ilə təzad təşkil edən hədisləriniz doludur. Bəs bu da elə sizin öz məzhəbinizin batil olmağına gətirir çıxardır. Sizin etiqadınızın batil olmağına gətirir çıxardır. Həmin şəxs deyir ki, Şeyx Tusi rəhmətullahi təala əleyhin dostu, nəticədə nə qədər insanların qəlbinə bu şübhələr düşür, hansı ki onlar elmdə zəifdirlər və oradakı olan təzadları həll eləmə bacarığına sahib deyirlər, mənalarda olan, o sözlərdə olan mənaların müxtəlifliyindən xəbərsizdirlər. Yəni o təzadlı hədisləri uzun sözün qısası həll edə bilmirlər. Buna görə də qəlblərinə şübhə düşmüşdür və bir çoxları da haqq məzhəbdən bu çaşqınlıqda qaldıqları üçün və bu şübhəni həll etməkdə aciz qaldıqları üçün haqq məzhəbdən, yəni şiəlikdən üz döndərmişdi bu şübhəyə görə. Sonra nə deyir Şeyx Tusi rəhmətullahi aleyh? Səmi'tu şeyxana Əbə Abdillah əyyədəllahu ta'ala. Deyir, mən öz ustadımdan, yəni Şeyx Mufiddən eşitmişəm ki, o danışıbdı mənə. Ənə Əbəl Hüseyn Əl-Həravani, bəzi nüsxələrdə Əl-Həravi, Əl-Aləvi, kana ya'taqid el-haqqa və yadin bil-imamə, fərəcə'a anhə limə eltəbəsə aleyhil əmr fi ixtilafil əhadis, və tərəkəl məzhəb və dana bi qeyrihi, limə ləm yətəbəyyən ləhu vücuhul mə'ani fiyhə. Deyir, ustadım Şeyx Mufidin dediyinə əsasən Əbul Hüseyn Hərəvi haqq məzhəbdə idi. Əbul Hüseyn Hərəvinin şəxsiyyəti məlum deyil, yəni aşağıda qeyd olunan əsasən tərcüməyi halına rast gəlinməyibdir. Əlqərəz belə bir şəxs olub ki, haqq məzhəbə etiqad edib, imamətə əqidə vəsləyib və daha sonra bu məsələlərdə, yəni hədislərin fixtilafil əhadis, hədislərin, yəni zidd hədislər barəsində, təzadlı hədislər barəsində olan çaşqınlıqları səbəb olub ki, o bu səhih etiqaddan, haqq etiqaddan, yəni şiəlikdən neynəsin? Dönsün. Və bu səbəbə görə də məzhəbi tərk elədi və başqa bir məzhəbə qulluq eləməyə başladı. Səbəb də nə idi? Səbəb də bu idi ki, həmin o təzadlı hədisləri həll eləmə bacarığı yox idi onda. Və daha sonra Şeyx Tusi rəhmətullahi aleyh deyir ki, və onun bu cür etməsi də, yəni bu şübhəyə görə məzhəbdən çıxması da buna dəlalət edir ki, o məzhəbi bəsirət üzərindən, yəni dəlil üzərindən qəbul eləməyən bir şəxs olmuşdu. Yəni etiqadını təqlid üzərindən qəbul eləmişdi. Çünki deyir, yəni əhkam məsələlərində, furuid dində, fiqhi məsələlərdə ixtilafın olması səbəb deyil ki, möhkəm dəlillərlə sabit olmuş etiqadı tərk edəsən. Yəni burada bir növ Əbul Hüseyn Hərəvinin bu əməlini qınayır bu sözlərindən Şeyx Tusi və onun bu cür etməsindən də deyir, məlum olur ki, o elə dəlil üzərindən qəbul etməyibmiş bu məzhəbi. Əlqərəz, bunda işimiz yox. Nəyə görə bu hissəni qeyd elədim sizin üçün? Yəni vurğulamaq istədiyimiz nöqtə budur ki, Şeyx Tusi rəhmətullahi təala əleyh də açıq-aşkar şahidlik eləyir ki, şəriət mövzularında bir çox ixtilaflı, təzadlı hədislərimiz var, hansı ki Əhl-i-Beyt əleyhissalamdan nəql olunub. Və bu harda yazılıb? Bizim 4 əsas mötəbər qaynaq hədis kitablarımızdan birinin müqəddiməsində. Deməli, bir hədis qaynaq kitabımızın adından bəllidir ki, nə qədər ixtilaflı təzad hədislərimiz var və Kafinin müqəddiməsində Şeyx Kuleyni rəhmətullahi təala əleyh bu barədə danışır və Şeyx Tusi rəhmətullahi təala əleyh Təhzibul Əhkam kitabının müqəddiməsində bu barədə danışır. Və buna şahidlik edirlər ki, bizim mənbələrimizdə nə qədər ixtilaflı, təzadlı hədislər var. Və bayaq da qeyd etdiyimiz kimi, fəqihlər arasında olan fətva fərqliliklərinin də, fətva müxtəlifliyinin də əsas başlıca səbəblərindən biri mənbələrimizdə bu təzadlı hədislərin mövcud olmasıdır. Və bu təzadlı hədisləri həll etmək üçün Əhl-i-Beyt əleyhissalamdan nəql olunmuş qaydaları tətbiq etməyin fərqliliyindən yaranır. Fətvalar arasında olan fərqliliklər. Burada bu videoda çıxış edən şəxsin ətrafında onun bu sözlərinin təsirinə düşərək müctəhidlərimizi batil hesab eləyən kəslərə belə bir sual da vermək istərdim. Yəni bu Əbul Hüseyn Hərəvi hadisəsinə bağlı olaraq. Əgər siz indiki dövrdə fətvaların müxtəlifliyini əsas gətirərək fəqihlərimizin batilliyini iddia eləyən kəslərin şübhələrinə aldanıb, fəqihlərimizi batil, azğın və s. sayırsınızsa, Hərəvi ilə eyni dövrdə olsaydınız, o zaman onun kimi siz də məzhəbdən dönəcəkdiniz. Hərəvinin dövründə də şübhə salanlar məzhəbi vurmaq üçün eyni şübhədən istifadə edirdilər. Bəli, eyni şübhədən. Sadəcə
hədislərin Əhl-i əleyhissalamın kəlamlarından təzadlı olmasına əsas gətirirdilər. Yox, əgər o zamanda da bu şübhəyə aldanmayacaqdınızsa, bəs indi bu şübhəyə niyə aldanırsınız? Bir halda ki, bu fərqliliklərin əsas köklərindən biri, yəni fətvada olan fərqliliklərin əsas köklərindən biri elə həmin ixtilaflı hədislərə gedib çıxır. Hansı ki, o Hərəvinin dövründə məzhəbimizin düşmənləri, məzhəbimizin müxalifləri elə həmin o ixtilaflı hədisləri əsas gətirərək o cür şəxsləri məzhəbindən döndəriblər. Yəni bir qədər insafla və bir qədər ağılla və bəsirətlə düşünmək lazımdır sadəcə olaraq. Və bu şəxsə bu videoda eyni o dövrdə əhli xilafın məzhəbimizin düşmənlərinin bizə etdiyi iradları, eyni iradları həmin iradla eyni meyar olan iradə edir müctehidlərə. O zamanlarda da müxaliflərimiz belə deyirdilər: sizin hədisləriniz ixtilaflıdır, bu necə dindir? Allah belə ixtilaflı dinmi göndərər? Deməklə elmdə zəif olan şeylərin qəlbinə şübhə salırdılar. Onları haqdan nə edirdilər? Döndərirdilər. İndi də həmin bu şəxs eyni meyarla elmdə zəif olanlara müctehidlərin batil yolda olduğunu aşılayır. Eyni meyarla, heç bir fərq olmadan. Sadəcə hədislərdə yox, fətvalarda ixtilaf var deyir və bunun batilliyə dəlalət etdiyini deyir. Halbuki fəqihlərin fətvalarındakı ixtilaflar da artıq dəfələrlə dediyimiz kimi bir çox halda elə həmin ixtilaflı hədislərdən qaynaqlanır. Burada bu videodakı şəxsə, həmin çıxış edən şəxsə ona da belə bir sual vermək istərdim ki, bir müxalif məzhəb nümayəndəsi gəlib bizim məzhəbimizə qarşı elmdə zəif olanların qəlbinə şübhə atmağa başlasa və məsələn desə ki, sizin şəriət hədislərinizdə nə qədər bir-birinə zidd olan hədislər var. Və bu necə dindir? Saadətə bununla mı gedirsiniz? Budurmu sizi haqqa aparan? Allah belə müxtəlifliyə aparan dinmi göndərər? Kimi cümlələr işlətməklə elmdə zəif olan şeylərə təsir etməyə çalışsa və necə ki bu var. Yəni məsələn Şeyx Tusi rəhmətullah təala əleyhin, əgər biz vəhabilərin daha çox ərəb dilli forumlarla yayğındır bu, vəhabilərin saytlarına, forumlarına baxsaq, məhz elə Şeyx Tusi rəhmətullah təala əleyhin bu müqəddiməsində olan sözləri gətirirlər. Deyirlər ki, budur. Şiyələrin kitabları təzadlarla doludur. Əlbəttə müəyyən təhriflərə yol verərək gətirirlər, amma qəlblərə salmaq istədikləri şübhə nədir? İnsanları bu məzhəbdən döndərmək nəyə görə? Bu məzhəbdə hədislərin, nə qədər hədislərin zidd və təzadlı olduğunu əsas gətirərək. Yəni bu ixtilaflığı, bu fərqliliyi hal-hazırda da müxaliflərimiz irad olaraq gətirirlər və elmdə zəif olanların qəlblərinə şübhə salırlar. Maraqlı olan budur ki, sizin buna cavabınız nədir? Siz bu irada nə cavab verərsiniz? Bu iradın qarşısında məzhəbimizi necə müdafiə edərsiniz? Bir halda ki, siz də onunla eyni iradı qəbul edirsiniz. Hər ikinizin də iradında olan məntiq, meyar eynidir. Cavabınız nədir həmin vaxtı? Yəni, həmin o elmdə zəif olan şiyələrin bu cür şübhələrlə qəlbinə şübhə salan kəslərə cavabınız nədir? Hətta bir yerdə gördüm, bu müctehidləri, fəqihləri söyüb təhqir edən və ictihad batildir, təqlid batildir deyən səhifələrin birində paylaşılmışdı. Əlbəttə mən özüm görməmişdim, mənə sadəcə olaraq göndərilmişdi. Ki onlar da Şeyx Tusi rəhmətullah təala əleyhin bu müqəddiməsində olan yazıları gətirməklə Şeyx Tusinin özünə təyin edirlər. Yəni Şeyx Tusi nəyə görə deyir ki, bizim mənbələrimizdə təzadlı hədislər var? Niyə belə edirlər? Çünki eyni meyar olan iradı qəbul edirlər. Yəni ona görə də özlərinin də qəbul elədiyi meyarla, yəni buna görə də artıq həmin o əhli xilafa cavab verə bilmirlər. Onları rədd edə bilmirlər. Nəticə nəyə qalır? Nəticə buna qalır ki, gəlin elə Şeyx Tusinin özünə təyin eləyək. Şeyx Tusinin özünü təhqir eləyək, Şeyx Tusinin özünü sıradan çıxardaq. Məgər bu cür etməyimizlə bu mənbələrimizdə olan təzadlı hədislərin mövcudluğu həqiqətini dəyişmiş olur? Əlqərəz, yəqin ki, məqsədimiz məlum oldu nə demək istədiyimiz. Əziz dinləyicilər, bu mövzu, yəni ixtilaflı hədislər mövzusu o qədər mühüm bir mövzudur ki, hətta məsum imamların əleyhissalam dövründə də, onların dövründə yaşamış əshab belə bu mövzuda kitablar yazmışlar. Yəni nəinki Kutub-i Ərbəədə, Kutub-i Ərbəənin müəllifləri öz kitablarında bu haqda danışmışlar. Həmin kitablardan biri sırf bu mövzuda, yəni həmin kitablardan biri sırf bu mövzuya daha geniş yer vermişdir. Nəinki tək bu. Hətta məsumların dövründə yaşamış əshab belə bu mövzuda kitablar yazmışlar. Ziddiyyətli hədislər mövzusunda kitablar yazmışlar. Gəlin onlardan bəzisini qeyd eləyək, kimlərin kitabları olub. Deməli, ilk öncə gəlirik bu kitaba, Mu'cam-ı Rical-ül Hədis kitabı. Kitab Mu'cam-ı Rical-ül Hədis, müəllif Ayətullah Əbülqasım Xoyi rəhmətullah aleyh 1413-cü hicr ilində çap edilib. Kitabın üç qabığı. Deməli, bu kitabın 21-ci cild 209-cu səhifəsində Yunus ibn Əbdürrahman adlı ravi ki, imamların əshabından olmuşdu. İmam Cəfər Sadiq əleyhissalamı görmüşdür, lakin ondan bir şey nəql edəməyib. Amma İmam Musa Kazım və İmam Rıza əleyhissalamdan nəql edib və onların əshabından olub. Və imamların yanında çox böyük qiymətə, dəyərə malik olan bir səhabə olub.
Və gəlirik 211-ci səhifəyə. Bu hissədə onun kitabları haqqında məlumat verilir. Daha doğrusu 210-cu səhifədə və kitabları haqqında danışılarkən kitablarından biri də nədir? Və kitabu İxtilafil hədis. Hədislərin ixtilafı, yəni təzadlı hədislər barəsində olan kitab. Kimin kitabı olub bu? Yunus ibn Əbdürrahman. Yunus ibn Əbdürrahman kim olub? İmam Musa Kazım və İmam Rıza əleyhissalamın səhabələrindən olub. Sonra gedirik bu kitaba. Ricalun Nəcaşi. Kitab Ricalun Nəcaşi. Müəllifi Əhməd ibn Əli Ən-Nəcaşi. Qumda çap edilib. Hicri təqvimi ilə 1365-ci ildə. Hicri şəmsi təqvimi ilə. Kitabın üz qabağı bu cürdür. Və bu kitabın 326-cı səhifəsində Muhammed ibn Əbu Ümeyr adlı ravi barəsində söhbət açılır, hansı ki çox dəyərli və qiymətli ravilərdən olmuşdu. İmam Rıza əleyhissalamdan, həmçinin İmam Musa Kazım əleyhissalamdan hədislər nəql etmişdi və onun çoxlu sayda kitabı olmuşdu və kitablarından biri də Kitab-ı İxtilafil Hədis. Yəni bu ravinin də Muhammed ibn Əbu Ümeyr adlı məşhur və böyük dəyərə malik olan ravinin də kitablarından birinin olmuşdu. İxtilafil Hədis, təzadlı hədislər barədə olan kitab. Və bu ravi kimin əsabındandır? İmam Musa Kazım və İmam Rıza əleyhissalamın əsabından olmuşdu. Yenə qayıdırıq Möcəm-i Rical kitabına, 3-cü cildə. 3-cü cild 52-ci səhifə. Burada hansı ravi barəsində söhbət açılır? Əhməd ibn Muhammed ibn Xalid Əl-Bərqi məşhur ravidir və Məhasin adlı kitabı da hamınıza məlumdur. Bu ravi haqqında məlumat 3-cü cildin 49-cu səhifəsindən başlayır. Möcəm-i Rical Hədis kitabına qayıtmışıq. Həmin kitabda Möcəm-i Rical Hədis. Və gəlirik 52-ci səhifəyə, kitabları haqqında danışılan hissəyə. Çoxlu sayda kitabları qeyd olunur. Daha doğru bir səhifə əvvəldən başlayır kitablarının siyahısı. 51-ci səhifədən və elə bu səhifədə kitablarından biri nədir? Kitab-ı İxtilafil Hədis. Yenə də hədis ixtilafı barəsində olan kitabı. Bu qədim əshabın, imamların əleyhissalam dövründə yaşamış əshabın yazdığı kitablardan misallar idi ki, onlar öz kitablarından birini məhz bu mövzuya həsr eləmişdilər. Habelə hətta əgər Əl-Kafi kitabına getsək, görərik ki, həmin kitabda da Kitab Əl-Kafi, Darül Hədis nəşriyyatı. Görərik, bəli, bu kitabda da 1-ci cild 157-ci səhifədə Bab-ı İxtilafil Hədis adlı bir bab fəsil açır Şeyx Kuleyni rəhmətullah təala əleyh. Yəni öz kitabında bir fəsli sırf bu mövzuya həsr edib. Yəni təzadlı hədislər barədə olan mövzuya. Gördüyünüz kimi, əziz izləyicilər, deməli məsələ ta məsumların dövründən çox mühüm bir məsələ olubdur. Bu qədər mühüm olmasına səbəb nədir? Çünki fəqihlər hədislərə baxıb fətva verərkən bu ziddiyyətli hədisləri həll etməli idilər. Başqa sözlə fətva verə bilmək üçün mütləq dəlillər, yəni həmin hədislər arasındakı ziddiyyətlər həll olunmalıdır. Buna görə də bu mövzu daim diqqət mərkəzində olmuş və bu gün də fəqihlərimizin müzakirə edib araşdırdığı ən geniş mövzulardandır ki, bu məqama bir qədər sonra yenidən qayıdacaq. Bütün bunlar nəyin göstəricisidir? Bütün bunlar nəyə dəlalət eləyir? Bütün bunlar buna dəlalət eləyir ki, bizim mənbələrimizdə Əhl-i Beytdən nəql olunmuş əleyhissalam, onlardan nəql olunmuş kəlamların içərisində sayları az olmayacaq dərəcədə olan ixtilaflı, təzadlı hədislər mövcuddur. Və müxtəlif hədislərdə imamlardan həmin hədislərin, həmin təzadlı hədislərin həll yolu barədə müəyyən qaydalar və metodlar nəql olunmuşdur ki, onlar haqqında qısa da olsa danışdıq. Və dedik ki, məhz bu təzadlı, bir-biri ilə ziddiyyətli olan hədislər səbəbdir ki, yəni başlıca səbəblərdən biridir ki, fəqihlər fətva verərkən fikir ayrılıqlarına düşürlər. Və müəyyən misallar da vurduq. İndi isə, əziz və dəyərli izləyicilər, hədislərdə olan bu ziddiyyətlərin yaranma səbəbindən danışacaq. Daha doğrusu bu səbəblərdən biri haqqında. Və görəcəksiniz ki, bu şəxsin, yəni bu videoda danışan şəxsin fətvaların müxtəlifliyinə əsas tutaraq fətva verənlərin, yəni fəqihlərimizin batil yolda olmasını iddia etməsi necə də mənasız və əsassız bir iddiadır. Bunun üçün gəlirik bu kitaba. Ədəlüş Şərai kitabı, müəllifi kimdir? Şeyx Səduq rəhmətullah təala əleyh. 1-ci və 2-ci cild bir arada çap edilib. Deməli, gəlirik bu kitabın 111-ci səhifəsinə. Bu kitabda sənədi mötəbər olan 2 hədis diqqətinizə çatdırırıq. Sənədləri mötəbərdir və ilk öncə 14-cü hədisi oxuyacaq bu hədisi. Deməli, Həriz nəql eləyir Əbi Əbdillah əleyhissalamdan, yəni İmam Cəfər Sadiq əleyhissalamdan. Qalə qultu ləhu. Həriz deyir ki, mən İmam Cəfər Sadiq əleyhissalama dedim. Nə dedim? İnnəhu leysə şeyun əşəd aləyyə min ixtilafi əshabina. Deyir ki, mənim üçün əshabımızın ixtilafından daha pis bir şey yoxdur. Mənim üçün ən pis bir şey əshabımızın ixtilafıdır. Hərizin bu sözləri nəyə dəlalət edir? Hələ imamın sözünü oxumamış. Nəyə dəlalət edir? Yəni, hətta İmam əleyhissalamın əshabı arasında da ixtilaf var imiş.
təzadlı fikirlər var imiş. Yəni bəzilərinə görə filan bir məsələdə hökm bu cürdür və bəzilərinə görə elə həmin məsələdə hökm başqa cürdür. Və Həriz deyir ki, bu məni çox narahat edir. Mənim üçün çox pisdir bu şey. Ki, mən əshabımızın bu cür ixtilafını görürəm və həmçinin bu söz bunu da bildirir ki, yəni bu bir-iki məsələdə olmayıb. Yəni bir çox məsələdə olub ki, Hərizi bu qədər narahat edib. Yaxşı, indi bu ixtilaf səbəbinə görə biz Əymə Ətər əleyhissalamın əshabını batıl yolda saymalıyıq. Allah belə müxtəlifliyə aparan dinmi göndərib insanlara? Budurmu bizi saadətə çatdıran din? Qəbir əzabından səni sığortalayan din budurmu? Onda belə çıxır ki, imamların əleyhissalam əshabı saadətə aparan yolda deyilmiş. Batıl yol tutublarmış. Hələ ən maraqlı hissə nədir? Ən maraqlı hissə İmam Cəfər Sadiq əleyhissalamın cavabıdır. Deməli, Həriz nə deyir? Həriz deyir ki, bu məni çox narahat edir, əshabın ixtilafı. Qalə, İmam Cəfər Sadiq əleyhissalam buyurdu. Zəlik min qibali. Bu, mənim tərəfimdəndir. İmam buyurur, mənim tərəfimdəndir. Bu ixtilafı, sizin aranızda olan bu fərqlilikləri yaradan mənəm. İmam əleyhissalam özü yaradırmış bu ixtilafı. Niyəsini növbəti hədisdə oxuyacaq inşallah. Həmçinin növbəti hədisdə məlum olacaq ki, buradakı ixtilaf hansısa şəxsi zəmində olan bir ixtilaf deyildi. Yəni, imam əshabının arasında şəxsi bir ixtilaflar salmırdı. Xeyr, dini məsələlərdə, hökmlərdə olan ixtilaf idi. Və növbəti hədisdən dediyimiz kimi məlum olacaq. Və bunu yaradan İmam əleyhissalamın özü imiş. İndi gələk bu sualı İmam əleyhissalama verək. Allah belə müxtəlifliyə aparan dinmi göndərib insanlara? Budurmu bizi saadətə çatdıran din? Qəbir əzabından səni sığortalayan din budurmu? Belə bir halda bu sualın, bu iradın, necə deyərlər, bir ucu da İmam əleyhissalamın ünvanına getmiş olur. Çünki ixtilafı yaradan İmam əleyhissalamın özüdür. Əgər ixtilaflı olmaq eyibdirsə, bu cür sözlər deməklə İmam əleyhissalamın özünü eyibləmiş olmursunuz. Nəuzu billah. Gəlin hələ ikinci hədisi də oxuyaq. Deməli, həmin səhifədə 16-cı hədis Zürarə nəql eləyir İmam Baqir əleyhissalamdan. Zürarə deyir ki, Səəltuhu an məsələtin fəəcəbəni. Mən İmam Baqir əleyhissalama bir sual verdim, o da mənə cavab verdi. Sümmə cəə rəcul, sonra bir şəxs gəldi, fəsəələhu anha, sonra ondan həmin məsələ barəsində soruşdu. Anha zəmiri məsələyə gedir. Yəni həmin məsələ, Zürarənin soruşduğu məsələ barəsində soruşdu. Fəəcəbəhu bi xilafi ma əcəbəni. Ona mənə verdiyi cavabın əksinə bir cavab verdi. Mənə verdiyi cavabdan fərqli bir cavab verdi. Sümmə cəə rəculun axər, sonra başqa bir şəxs gəldi. Fəəcəbəhu bi xilafi ma əcəbəni və əcəbə sahibi. Ona da mənə və həmçinin məndən sonra gələn sual verən şəxs ki var idi, ona verdiyi cavabdan da fərqli bir cavab verdi. Və o da eyni məsələ haqqında soruşmuşdu. Fələmmə xarəcər rəculan, elə ki o iki şəxs çıxdı imamın yanından, mən dedim, yəbnə Rasulillah, ey Peyğəmbərin övladı. Rəculan min əhlil İraq, min şiatik. İraq əhlindən olan iki şəxs, özə min şiatik, sənin şiyələrindəndir, yəni əhli xilafdan deyil, sənin şiyələrindəndir, İraq əhlindən. Gəldilər sənin yanına, sənə sual verirlər və sən də onların hər birinə fərqli cavab verirsən. Birinə verdiyin cavab, digərinə verdiyin cavab deyil. Halbuki onlar eyni məsələ barəsində soruşurlar. İmam nə buyurdu? Ya Zürarə, ey Zürarə, İnnə həzə xayrun lənə. Bu, bizim üçün daha xeyirlidir. Və əbqa lənə və ləkum. Və bizim də, sizin də sağ qala bilməyiniz üçün bu daha yaxşıdır, daha məsləhətlidir. Və ləv ictəmə'tum alə əmrin vahidin. Eyni məsələdə siz cəm olsaydınız, yəni eyni məsələlərdə yekdil fikirləriniz olsaydı, ləqasədəkumun nas. İnsanlar sizə qarşı gələrdi. Və ləqanə əqallə li bəqainə və bəqaikum. Və bu da bizim də, sizin də qalma şansımızı neynəyərdi? Azaldardı. Yəni bizim üçün də, sizin üçün də təhlükəli olardı. Sonra Zürarə deyir. Deyir ki, mən başqa bir vaxt İmam Cəfər Sadiq əleyhissalamın yanında oldum və ona belə dedim. Şi'atukum law hamaltumuhum ala al-asna aw ala an-nar. Deyir, gəldim dedim İmam Cəfər Sadiq əleyhissalama ki, siz öz şişələrinizi əgər nizələrə doğru, yaxud oda doğru göndərsəniz, onlar bunu qəbul edəcəklər, gedəcəklər. Yəni, müharibəyə desəniz, müharibəyə gedəcəklər. Oda girin desəniz, oda girəcəklər. Amma və hum, onlar gəlirlər sizin yanınıza, amma yaxrucunə min indikum muxtəlifin. Amma sizin yanınızdan müxtəlif fikirlərlə çıxırlar. İxtilaflı halda çıxırlar. Yəni, ixtilaflı halda belə yox, bir-birləri ilə dava eləyərək. Yəni, fərqli və ziddiyyətli cavablara sahib olaraq çıxırdılar. Deyir ki, imam sakit dayandı, cavab vermədi və mən bunu 3 dəfə təkrarladım. Ondan sonra atasının cavabı kimi bir cavab verdi. Yəni, İmam Cəfər Sadiq əleyhissalam da İmam Baqir əleyhissalamın verdiyi cavab kimi bir cavab verdi. Buradan məlum olur ki, İmam əleyhissalam niyə belə ixtilaf yaradırmış? Gəlin bunun izahını, yəni İmam Baqir əleyhissalamın bu sözlərinin izahını fiqhdə əxbari istinbat metoduna qail olan böyük bir fəqirimizin sözlərindən oxuyaq. Deməli, gəlirik bu kitaba.
Əl-Hədaiqun Nazira, deməli fəqih mühəddis Şeyx Yusuf Əl-Bahrani rəhmətullah təala əleyh, böyük fəqihlərimizdən olmuşdur. Darul Əzvan nəşriyyatı. Deməli gəlirik bu kitabın müqəddiməsinə və səhifə 46. Və bu hissədə həmin hədisi qeyd eləyir. İləlü şəraidən oxuduğumuz ikinci hədisi qeyd eləyir. Hədis bitdikdən sonra deyir: "Fənzur ilə sərahəti hadəl xəbər fi ixtilaf əcvibətihi aleyhisselam fi məsələtin vahidatin fi məclisin vahidin və təəccübü zurarə." Deyir, bu hədisdə olan sərahətə fikir ver. Necə İmam əleyhisselam müxtəlif cavablar verir. Bir məsələdə, bir məsələ barəsində, özü də bir məclisdə. Və həmçinin Zürarənin təəccübünə bax. Zürarə də bundan təəccüb eləyir. Yəni Zürarə təəccübə düşür ki, imam nəyə görə bu cür müxtəlif cavablar verdi? Şeyx Bəhrani rəhmətullah əleyh deyir ki, əgər bu adi bir təqiyyə məsələsi olsaydı, yəni imamlar əleyhissalam bəzən cavablar verərdilər və o cavablar əhli xilafın fətvasına uyğun olan cavablar olardı. Təqiyyə ucbatından bu cür cavablar verərdilər. Yəni adi təqiyyə deyək ki, həmin təzadlı hədisləri də həll eləyərkən biz təqiyyə qaydasından həll edirik ki, əvvəldə qısa şəkildə danışdıq bu barədə. Amma Şeyx Bəhrani rəhmətullah əleyh deyir ki, əgər belə bir məsələ olsaydı bu, bir cavab kifayət eləyərdi. Yəni onların fətvası nədirsə, həmin fətvasına uyğun bir cavab kifayət eləyərdi. Və həmçinin Zürarə də təəccüb eləməzdi. Zürarə təəccübə düşməzdi, imam nəyə görə bu cür müxtəlif cavablar verdi eyni məsələ barədə. Niyə? Çünki Zürarə çox gözəl bilirdi ki, imamlar əleyhissalam bəzi vaxtlarda əhli xilafın fətvasına uyğun olan cavablar verirlər təqiyyə ucbatından. Mənası nədir bunun, yaxşı imamın bu cür cavab verməyinin? Əhli xilafın fətvasına uyğun bir cavab verməyib. Bəs mənası nədir? Nəyə görə imam bu cür eləyib? Deyir ki, burada sir, məna bu ola bilər ki, yəni imamın cavabından da elə bu zahir olur. Mühəddis Bəhrani rəhmətullah əleyhin deyəcəkləri. Ənə şi'a izə xaracu anhum muxtəlifin, kullun yanqulu an imamihi xilafə mə yanquluhul axər. Deyir ki, o şiyələr ki, imamın yanından çıxırdılar, müxtəlif cavablar aldıqları halda, hər biri də öz imamından nəql edirdi öyrəndiyini. Yəni onlardan biri imamdan elə bir şey nəql edir ki, o digər imamın yanından çıxmış şəxs də onun əksini nəql edir. Və nəticədə imamların əshabı arasında ixtilaf çoxalırdı. Bir məntəqənin əhalisi bir məsələdə bir cür hökm qəbul edirdi, ona əməl edirdilər. Başqa bir məntəqənin əhalisi bir cür hökm qəbul edirdi, ona əməl edirdilər. Bu hədislər də cəmaət arasında dolaşdıqca insanlar görürdülər ki, şiələr hərəsi bir məsələ barəsində hərəsi bir hədis nəql edir. Və Yusuf Bəhrani rəhmətullah əleyh deyir ki, və bu cür olmaq da, yəni izah eləyir imam nəyə görə bu cür eləyirdi. Ki onlar çıxırdılar, hərəsi bir şey nəql edirdilər, yəni imamdan öyrəndikləri cavabı nəql edirdilər və o cavablar da bir-birinin əksinə olan cavablar idi. Nəticədə nə olurdu? Səxufə məzhəbuhum fi nazaril ammə. Məzhəb əhli xilafın nəzərində yüngül görsənirdi və kəzzəbuhum fi naqlihim və həmin onların nəqillərini yalan sayırdılar və nəsəbuhum iləl cəhl və ədəmid-din. Şiələrə nə nisbət verirdilər? Cəhalət nisbət verirdilər. Deyirdilər ki, bunların dini yoxdur. Yəni bu nədir? Belə bu cür din olar. Səadətə aparan din budur. Siz bu cür qəbir əzabından sığortalanırsınız. Sizin Allahınız bu cür din göndərib. Ona görə onlara cəhalət nisbət verirdilər. Deyirlər ki, onların dini yoxdur. Və hanu fi nazarihim. Və onların nəzərində, yəni əhli xilafın nəzərində şiələr əhəmiyyətsiz bir məzhəb kimi görsənirdi. Amma bi xilafi ma izə ittafaqat kalimətuhum və təazədat məqalətuhum. Amma deyir ki, əgər onlar sözlərində yekdil olsaydılar, yəni onların bütün nəqilləri, sözləri, hökmləri muttəfəqun əleyh olsaydı, yekdil olsaydı və onların sözləri bir-birini təsdiqləsəydi, bir-birinə zidd olmasaydı, onda nə olardı? Və yəştəddu buğzuhum ləhum və li imamihim və məzhəbihim. Və onların şiələrə olan buğzu, nifrəti, düşmənçiliyi o şiələrin özlərinə qarşı da və imamlarına və məzhəblərinə qarşı da çoxalardı. Və yəsir zalik səbəbən li sovranil adavə. Və bu da düşmənçiliyi daha da artmasına səbəb olardı. Şiddətlənməsinə, alovlanmasına səbəb olardı. Baxın, imamlar əleyhissalam məzhəbi qorumaq üçün nələr eləyiblər. Yəni əgər düşmən görsəydi ki, hər bir məsələdə yekdil rəyə sahibdirlər, heç bir məsələdə bir ixtilafları yoxdur və bununla da şiələrin güclənməyini, şiələrin izzətini gördükcə artıq düşmənin nifrəti, buğzu daha da artacaqdır və iqtidar da, güc də düşmənin əlində idi və nəticə etibarilə düşmənçiliklərini daha çox izhar eləyəcəklər və düşmənçilikləri ucbatından daha çox məzhəbi aradan aparmağa çalışacaqlar və nəticədə də nədir? Ortada din, həqiqət qalmayacaqdır. Buna görə İmam əleyhissalam bu yola əl atmışdır. Qoy insanların nəzərində ixtilaflı olaraq görünsünlər və insanlar onlardan nədir? Yəni əhli xilaf, düşmənlər onlardan nədir? Üst işləri olmasın düşmənlərin. Və bununla da bu məzhəb, bu din gələcək nəsilə ötürülsün, qalsın, yaşasın bu məzhəb. Yəni bu məzhəbin yaşaması üçün, qalması üçün imamın bu cür etməsi daha mühüm idi, daha əhəmiyyətli idi. Deməli, nə cür oldu? Mühəddis Yusuf Bəhrani rəhmətullah əleyh deyir ki, verilən cavablar adi təqiyyə babına uyğun cavablar deyildi. Deyir ki, əhli xilafın fətvasına uyğun cavablar olsaydı, bir cavab kifayət eləyərdi və Zürarə də bu cür təəccüb eləməzdi.
Çünki Zürarə bilirdi ki, İmam əleyhissalam bəzən əhli xilafın fətvalarına uyğun cavablar verərdi. Buna görə də Zürarənin təəccüblənməsi bunu bildirir ki, verilən cavablar heç əhli xilafın fətvasına uyğun olan cavablar da deyildi. Bəs bu nə deməkdir indi əziz izləyicilər? Deməli, mənaca ziddiyyətli hədislərin içində elə hədislər də var ki, yəni bu günə kimi gəlib çatmış hədislərin içində, elə hədislər də var ki, onları adi təqiyyə qaydası ilə həll etməyimiz də heç mümkün deyil. İndi Şeyx Bəhrani'nin də dediyi kimi, İmam əleyhissalamdan bu cavabı öyrənən şiələr gedirdilər, həmin cavabı nəql edirdilər başqalarına. Və beləcə bir-birinə zidd olan hədislər əsəb arasında da yayılırdı. Və bundan sonra bu hədislərlə qarşılaşan fəqihlər, imamın özünün yaratdığı ixtilaf nəticəsində həmin təzadlı hədislərlə qarşılaşan fəqihlər müəyyən qaydalara görə hərəsi bir hədisə uyğun fətva verirsə, nəticədə fərqli fətvalar yaranırsa, bu fərqliliyin kökü İmam əleyhissalamın özünə çıxmış sayılmırmı? Və sizin bu iradınız Allah belə müxtəlifliyə aparan dinmi göndərib insanlara? Budurmu bizi saadətə çatdıran din? Qəbir əzabından səni sığortalayan din budurmu? Bəli, bu iradınızın bir tərəfi də İmam əleyhissalama şamil olmurmu? Bu məntiqlə eyni suallar İmam əleyhissalama da şamil olur. Ey İmam, bu nə dindir? Ey İmam, Allah da bu cür ixtilafı aparan dinmi göndərər? Ey İmam, sən bizi bu cür mü səadətə aparırsan? La havlə və la qüvvətə illə billah. Bax, əvvəldə dediyimiz bilgisizlik də məhz budur. İnsan müəyyən bir mövzuda bilgisiz olub, amma o mövzu barədə fikir bildirdikdə, müddəalar irəli sürdükdə, sözünün haralara gedib çıxmasından da, haralara gedib çıxa biləcəyindən də təbii ki, qafil olar. Və bu hədis barəsində bir məsələni də qeyd etmək istəyirəm. İləlü şəraiddən oxuduğumuz həmin ikinci hədis. Qeyd etmək istədiyim məsələ də budur ki, yəni ola bilər kimsənin ağlına gəlsin ki, yaxşı bildik, İmam əleyhissalam bəs bu cür edirdi ki, məzhəb qalsın. Amma imamın buna ixtiyarı varmı? Gəlin baxaq Əl-Kafi kitabından bir hədisə. Deməli, gəlirik Kafi kitabında 661-ci səhifəyə, 1-ci cild 661-ci səhifə və burada bu hədisə baxırıq, 695 rəqəmli hədis. Nəql olunur Musa ibn Əşyəmdən. İbn Əşyəm deyir ki, mən İmam Cəfər Sadiq əleyhissalamın yanındaydım. Deyir, bir şəxs gəldi daxil olduğun yanına və bir ayə barəsində sual verdi. İmam ona cavab verdi. Sonra başqa biri gəldi imamın yanına və həmin ayə barəsində sual verdi. Ona da əvvəlki şəxsə verdiyi cavabdan fərqli bir cavab verdi. Deyir, bu cür olduqda artıq mənim qəlbimə şübhə daxil oldu. Və öz-özümə belə dedim, Şamda Əbu Qətadəni tərk elədim, onun yanından çıxdım, gəldim, hansı ki, heç bir hərfdə belə səhv eləmir. Və gəldim bunun yanına, yəni İmam Cəfər Sadiq əleyhissalam yanına, hansı ki, bu başdan ayağa səhv edir. Yəni bir şəxsə bir cavabı verir, başqa bir şəxsə isə onun tam əksini cavab verir. Deyir, mən öz-özümə bunu düşündüyüm halda ərəfədə bir başqa şəxs də daxil oldu. Və gəldi imamın yanına, elə həmin ayə barəsində soruşdu. Deyir, ona da elə bir cavab verdi ki, birinci və ikinci şəxsə verdiyi cavabdan fərqli idi. Yəni, hər ikisinin cavabından da fərqli bir cavab verdi. İmam bu cür etdikdə mən rahatlaşdım. Qəlbim rahat oldu. Fəalimtu ənə zəlik minhu təqiyyə. Bildim ki, bu imamdan təqiyyəyə görədir. Amma əsas çatdırmaq istədiyimiz hissə hansıdır? Deyir, sonra neynədi imam? Sümməltəfətə iləyyə. Sonra İmam Cəfər Sadiq əleyhissalam üzünü mənə döndərdi. Fəqaləli və mənə dedi. Ya ibnə Əşyəm, innəlləhə əzzə və cəl fəvvədə ilə Süleyman ibn Davud aleyhissalam fəqal. Allah təbarəqə və təala işləri Süleyman ibn Davud aleyhissalamın öhdəsinə qoyaraq belə buyurmuşdur. Həzə ətauna fəmnun əv əmsik bi qeyri hisab. Bu bizim ətamızdır, hədiyyəmizdir, bəxşişimizdir. İstərsən ver, istərsən saxla. Bi qeyri hisab. Hesab kitabı yoxdur. Və fəvvədə ilə nəbiyyihi. Və ha belə öz Peyğəmbəri sallallahu aleyhi və səlləmin öhdəsinə də vermişdi şəriət işlərini. Və belə buyurmuşdu insanlara. Mə ətəkumur rasul fəxuduh. Peyğəmbər sizə nə verirsə onu da götürün. Və mə nəhəkum anhu fəntəhu. Nədən sizi çəkindirirsə, nəyi sizə qadağan edirsə, siz də ondan çəkinin. Yəni Peyğəmbərə də bu öhdəliyi vermişdi Allah təbarək və təala. Fəmə fəvvədə ilə rasulillah sallallahu aleyhi və ali fəqad fəvvədəhu ileynə. Allah təbarək və təala öz Peyğəmbərinin öhdəsinə nəyi ki vermişdi, bizim öhdəmizə də onu vermişdir. Yəni necə ki şəriətdə Peyğəmbərin hər əmri höccətdir, hər əmrinə tabi olmaq vacibdir, hər qadağası höccətdir, hər qadağasına tabi olmaq vacibdir və necə ki Peyğəmbər şəriətdə ixtiyar sahibidir, şəriətdə əmr edib qadağan etməyə ixtiyar sahibidir, eləcə də biz həmin ixtiyarı, həmin öhdəliyi Allah bizə də vermişdir. Sallallahu aleyhim əcmain. Yəni bu hədisi buna görə oxudum ki, kimsə bu oxuduğumuz hədislərdən belə bir şübhəyə düşməsin ki, imamların belə bir ixtiyarı var idimi? Bəli, əlbəttə ki, var idi və bu oxuduğumuz hədislərdən biridir. Çox saylı hədislər, ümumiyyətlə bu mövzuda olan və digər mövzularda olan çox saylı hədislərin məzmunundan başa düşülən
budur. Yəni Allah Təbaraka və Təala onlara bu ixtiyarı vermişdir və əlavə olaraq da dinin, məzhəbin sağ qala bilməsi üçün bu şeyi yerinə yetirmək mühüm idi. İlahi məsləhətə uyğun idi. Və həmin cavabları verilən şəxslərin də vəzifəsi onlara verilən cavablara əməl eləmək idi. Və sonra həmin hədislər kimlərə ki çatacaqdı, o təzadlı hədislər kimlərə ki çatacaqdı, imamlar onlar üçün də metodlar qoymuşdur. Qısa şəkildə danışdıq onlar haqqında. Onlar üçün metodlar qoymuşdur ki, yəni sizə həmin ixtilaflı hədislər gəlib çatanda bu metodlarla həll eləyin. Və tətbiqini də onların öz öhdəsinə buraxmışdı. Və nəticədə də bu tətbiq nəticəsində müəyyən fərqliliklər və ixtilaflar yaranmışdır. Son olaraq, əziz müsəlmanlar, dəyərli izləyicilər, yəni söhbətimizin son hissəsinə gəlib çıxmışıq və burada iki məqamı qeyd etmək istəyirəm. Birincisi budur ki, bu mövzu, yəni ziddiyyətli, təzadlı hədislər mövzusu çox geniş bir mövzudur və bu mövzunun araşdırılması böyük və dərin elm tələb edir. Ala yarımçıq 2-3 dənə kitab oxuyub bu mövzuya başvursan, necə deyərlər, qaş düzəltdiyin yerdə ancaq vurub göz çıxarda bilərsən. Bu elə bir dərin mövzudur ki, tarix boyu fəqihlərimiz bu günə qədər bu mövzuda geniş, iri həcmli kitablar yazmışlar. Ya hansısa ayrıca bir kitablar yazmışlar, ya da hansısa kitablarının içərisində bu mövzulara geniş yer vermişlər. Və həmçinin fəqihlərin xaric dərslərində, yəni elmi mühazirələrində də həmişə bu mövzu mühüm yerlərdən birini tutur. Bu gün də belədir. Məsələn, misal olaraq müasir fəqihlərdən ikisinin kitabını göstərim sizə. Deməli, bir kitab budur, Təarucul Ədillə və İxtilafil Hədis, dəlillərin bir-birinə zid gəlməsi və hədislərin ixtilafı. Müəllif kimdir? Ayətullah Seyyid Əli Hüseyni Sistani, Hafizəhullah. Onun xaric dərslərindən yığılmış bir kitabdır. Bir qələmi Seyyid Haşim Əl-Haşimi, Seyyid Haşim Haşiminin qələmi ilə. Deməli, bu kitab, burada da gördüyünüz kimi 853 səhifədən ibarətdir. Deməli, 853 səhifə. Bir tək təzadlı hədislər mövzusunda bu dəyərli alim 850 səhifədən ibarət bir kitab yazmışdır. Daha doğrusu 850 səhifə kitablıq bir dərs demişdir. Dərslər demişdir. Yaxud digər bir kitaba baxaq. Əl-Muğni fil Usul. Kimin kitabıdır? Ayətullah Şeyx Vahid Xurasan ağanın kitabıdır. Bu da onun xaric dərslərindən yığılmış bir kitabdır və bunu da qələmə alan digər bir dəyərli alim Nəzzar Əl-Qətifidir. Və bu kitab burada gördüyünüz kimi 424 səhifə qeyd olunub. Müəyyən hissəsi mündəricatdır. Mündəricata çıxsaq 412 səhifə, 400 səhifə. Təarüz məsələlərindən, yəni dəlillərin bir-birindən zid gəlməsi məsələləri. Yəni həmin ixtilaflı hədislər mövzusudur. Bu alimin kitabı 400 səhifədən ibarət bir kitabdır. Bu cür geniş bir mövzudur. Bütün bunlar nədən xəbər verir bizə? Bütün bunlar bu mövzunun əhəmiyyətindən, bu mövzu ilə məşğul olmaq üçün dərin dini, elmi savada sahib olmanın zəruriliyindən xəbər verir. Və bu məsələ o qədər mühüm bir məsələdir ki, sırf hədislərin ixtilafı mövzusu, yəni hədis elminin müstəqil bir sahəsinə çevrilmişdir. Yəni məsələn bu kitabı göstərək. Əsbab ixtilafil hədis. Hədislərin ixtilaflı olmasının səbəbləri. Yəni bunun özü ayrıca bir nədir? Sahəyə çevrilmişdir. Kitabın müəllifi kimdir? Muhammed Əl-Ləngərudi və bu kitab da təxminən 730 səhifə, bir hissəsi mündəricatdır. Hardasa 600 səhifədən ibarət, yəni hardasa 600 səhifədən ibarət bir mövzudur. Yəni ayrıca bir hədis elmində ayrıca bir sahəyə çevrilmiş bir mövzudur bu mövzu. Ona görə də deyirik ki, bu mövzu ilə məşğul olmaq üçün gərək dərin dini elmi savada sahib olasan. Yoxsa hər ala yarımçıq dərs oxumuş biri durub bu mövzularda nəsə söz deməyə, fikir yürütməyə çalışsa, sonu təəssüf ki, bu cür olar. İnsanları haqqa yönəltməkdənsə zəlalətə yönəldər. İkinci qeyd etmək istədiyimiz mühüm bir məsələ sonda budur ki, istəyirik ki, bu məqamda kanalımızın hədəfi barədə məlumat verək. Bəzi məqamları nəzərə alaraq bunu deyirik. Yəni biz bu kanalı, yəni bu kanalın yaradılmasında məqsəd, bu məqsədlə yaradılıb ki, Əhl-i Beyt əleyhissalamın məktəbi və məsum imamlarımızın əleyhissalam bizə irs qoyduğu yol barədə ortaya atılan hər bir şübhəyə, şübhə atanın kimliyindən asılı olmayaraq imkan və qüdrətimiz daxilində cavab verək. Bununla da bu müqəddəs dini qorumaq üçün üzərimizdə olan vəzifəni yerinə yetirmiş olaq. Düzdür, çox istərdik ki, ancaq müxaliflərə cavab verək və məzhəb daxili olan şəxslərə rəddiyə vermək məcburiyyətində qalmayaq. Amma neyniyək ki, bəziləri dinc oturmaq əvəzinə məzhəbimizin sabit, əsaslı məsələlərinə dair insanlar üçün şübhə atır və atmaqda da davam edirlər. Biz məzhəb daxili olan şəxslərə kanalımızda hücum eləmək deyə bir niyyətə sahib deyilik. Heç kimə qarşıda bir qərəzimiz qətiyyən yoxdur. Və çox istərdik ki, belə bir video paylaşmayaq. Bu cür video və bundan əvvəl ki, bəzi məzhəb daxili məsələlər barəsində paylaşdığımız videolar ki var, çox istərdik ki, biz bu cür videolar paylaşmayaq. Və çox istərdik ki, bu cür videolara və araşdırmalara sərf etdiyimiz bu uzun zamanı müxaliflərin hansısa bir şübhəsinə cavab verməyə sərf edək. Lakin məzhəbimizin sabit, əsaslı hökmlərinə qarşı gələ biləcək
hər bir hücumdan bu məzhəbi müdafiə etməyi müqəddəs şəriətimizin öhdəmizə qoyduğu ən mühüm vacib əməllərdən biri hesab edirik. Baxın, ixtilafların və fərqli fikirlərin olması normaldır. Biz demirik ki, hər bir fərqli fikir söyləyənə qarşıyıq. Xeyr. İnsanların fərqli fikirlərə sahib olması normaldır. Necə ki, alimlərimiz arasında da istər etiqadi, istər fiqhi və digər mövzularda fikir fərqlilikləri mövcuddur. Bu çox təbii və çox normal bir şeydir. Bizim qarşı olduğumuz məzhəbimizin sabit olan, əsaslı olan məsələlərinə dair yaradılan ixtilaf və şübhələrdir. Qarşı olduğumuz məsələ budur. Ona görə də istərdik hər bir şəxs bilsin ki, məzhəb daxilindən olan hər hansı bir şəxs əgər məzhəbimizin sabit olan məsələlərindən birinə hücum edərsə, altından xətt çəkərək deyirik, sabit olan, əsaslı məsələlərindən birinə hücum edərsə və fərqi yoxdur, birbaşa yaxud dolayı yolla. Əgər məzhəbimizin, o şəxsin işi istər birbaşa, istər dolayı yolla, məzhəbimizin sabit və əsaslı məsələləri barəsindədirsə, hökmləri barəsindədirsə, qüdrətimiz çatan qədəri ilə o şübhənin müqabilində dayanıb məzhəbimizi müdafiə eləyəcəyik. Və Allahdan bu işdə bizə müvəffəqiyyət bəxş etməyini və Mövlamız İmam Zaman Əccələllahu Teala Fərəcəhu Şərifin xüsusi lütfünü bizə aid etməsini diləyirik. Və qarşıdan həmçinin İmam Zaman Əccələllahu Teala Fərəcəhu Şərifin şərafətli Mövlud günü yaxınlaşmaqdadır və bu münasibətlə bütün möminlərə və siz əzizlərə təbrik ərz edirəm və Allahdan diləyirəm ki, İmam Zaman Əccələllahu Teala Fərəcəhu Şərifin o mübarək zuhurun tezləşdirsin və bu cür ixtilaflar da yox olub getsin. Vəssalamu aleykum və rəhmətullah.